Rusiyanın Yekaterinburq şəhərində yerləşən Baku Plaza ticarət mərkəzinin yaxınlığında Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb. Bu barədə hüquq mühafizə orqanlarındakı mənbə məlumat verib. Sosial şəbəkələrdə saxlanılma anının görüntüləri yayılıb. Azərbaycan diasporundan faktı təsdiqləyiblər. Mütəvəli Şıxlinskinin vəkili nəşrə atam saxlanıb deyib. Onun sözlərinə görə saxlanmazdan əvvəl təqib edilib. Daha sonra Rusiyanın Voronezh şəhərində azərbaycanlı sahibkar Yusif Xəlilov saxlanılıb. O, regionun ən böyük Alekseyevski bazarının sahibidir. Bu məsələ ilə bağlı rəsmi məlumat hələlik yoxdur.